Bugünkü mövzumuz Ağqoyunlu dövlətidir. Ağqoyunlu dövləti keçirik. Deməli, Ağqoyunlu dövlətidir, uşaqlar. Oğuz tayfalarından biridir, Ağqoyunlu, Bayandurlu tayfaları və 14-cü əsrdə Pəhləvan bəy tərəfindən tayfa ittifaqı yaradılmışdır. Daha sonra... Burada sənədə dərsidir. Hə, yox. Qarayolu Osman bəy tərəfindən isə Ağqoyunlu bəyliyi yaradılmışdır. Bu mərkəzləri Diyarbəkir şəhəri idi. Qaraqoyunda hara idi? Bəs mərkəzləri... Təbriz. Yavan, sağ paytaxt Təbriz. Aha, paytaxt. Amma deməli, tayfa ittifaqının və Ağqoyunlu bəyliyinin mərkəzi isə bunlarda Diyarbəkir şəhəri idi. Qarayolu Osman 1394-1434-cü illərdə hakimiyyətdə olmuşdur. Sonra hakimiyyətə onun oğlu Cahangir Mirzə ilə Uzun Həsən arasında iki qardaş arasında mübarizə başlayır. Və nəhayət bu mübarizədə Uzun Həsən qalib gəlir və 1453-cü ildən etibarən dövləti idarə etməyə başlayır. Uşaqlar, Uzun Həsən Ağqoyunlu bəyliyinə rəhbərlik etməyə başladığı andan etibarən o həm müttəfiq münasibətləri qurduğu hakimliklər və dövlətlər var, bir də düşmən olduğu dövlətlər var. 1453-cü ildə hakimiyyətə gəldikdən sonra hələ dövlət deyil, hələ bəylikdir. Trabzon krallığı ilə, o zaman Trabzon krallığı var idi, onunla dostluq münasibətləri qurmuşdur və Trabzon kralının qızı ilə evlənmişdir. Digər tərəfdən də öz bacısını və öz qızını uşaqlar Ərdəbil hakimliyinə ərə vermiş və qohumluq münasibətləri qurmuşdur. Ərdəbil hakimliyi ilə də. Yaxşı, düşmən münasibəti kimlə saxlayırdı? Düşmən münasibəti saxlayırdı Osmanlı dövləti ilə. İlberim. 1453-cü ildə Fatih II Sultan Mehmet İstanbulu fəth etdikdən sonra başlayır o Anadoludakı, deməli, belə desək, keçmiş Bizansın qalıqları olan krallıqlarda tutmağa. Onlardan biri də Trabzon krallığı idi. 1461-ci ildə Ağqoyunlu Uzun Həsən və Osmanlı II Fatih Mehmet arasında ilk döyüş olan Qoyunhisar döyüşü baş vermişdir. Və biz deyirik ki, Qoyunhisar döyüşündə hələ dövlət yaratmamış Ağqoyunlu Osmanlıya qalib gəlir. Osmanlı'nın qalib gəlir. Hə, lakin İkinci Mehmet yürüyüşü davam etdirir, öz fikrində qəti idi və Trabzon krallığını tutmaq istəyir. Bu zaman Uzun Həsən öz anası, diplomat qadın olan Sara Xatunu göndərir Fatih Sultan Mehmetin yanına. Bu zaman bir neçə məqsədi var idi. Birinci məqsəd Osmanlının Ağqoyunlu üzərində hücum keçməsini dayandırmaq. İkinci məqsəd isə istəyirdi ki, Trabzon krallığını süqut etdirilməsin Osmanlı dövləti. Sara Xatunla deyirik ki, Fatih Sultan Mehmet arasında ana-oğul diyalogları gedir filan. Bu qarşıya qoyduğu məqsədlər ancaq birinə elə ana-oğul diyalogu. Ancaq birinə nail ola bilir. Ancaq birinə nail ola bilir. Yəni ki, Osmanlı Ağqoyunlu üzərində hücuma keçmir. Amma 1461-ci ildə Fatih Sultan Mehmet gedir Trabzon krallığına süqut edir. Trabzon krallığının süqut etdirməsinin Ağqoyunlulara, Ağqoyunlu bəyliyinə zərəri nədir? Zərəri odur ki, Qara dənizə çıxışdan məhrum olur, ticarət əlaqələri iflas edir və s. Bu formada zərərlər dəymişdir. Uzun Həsənə aid nəhayət onu deyirik ki, 67-ci ildə Muş döyüşündə Qaraqoyunluları məğlub edir, Cahanşahı məğlub edir, 68-ci isə Həsən Əlini məğlub edərək Qaraqoyunluyu süqut etdirir və yerində nəhayət ki, Ağqoyunlu dövləti yaranır. Paytaxtda Reyd Ağqoyunlunun təbii ki, Təbriz şəhəridir. Biz Ağqoyunlu Osmanlı müharibələrinə baxsaq, Orxan, Ağqoyunlu Osmanlı müharibələrinə baxsaq, 61 dedik Qoyunhisar döyüşündə hələ dövlət yaratmamış Ağqoyunlular. 72-ci ildə Beyşəhirdə Osmanlılar qalib gəlmişdi. 73-cü ildə Malatyada yeni Ağqoyunlular, 10 gün sonra Avqustun 11-də Otlubelində isə qalib gəlmişdi Osmanlılar. Deməli, ardıcıllığı, məsələn, əzbər yadda saxlamaq üçün Ağqoyunlu Osmanlı, Ağqoyunlu Osmanlı. Ağqoyunlu Osmanlı, Ağqoyunlu Osmanlı. Qoyunhisar, Beyşəhir, Malatya. Və eyni ildə olur. Bu 10 gün fərqlə olur. Avqustun 1-i Malatya, 11-i də Otlubeli. Bu Malatya döyüşündə 12 minlik ordusunu məğlub edir Fatih Sultan Mehmetin, Uzun Həsən. Amma sonra odlu silahla təchiz olunmuş Osmanlı ordusu Otlubeli döyüşündə məğlub edilir. Saldırma döyüşü. Hə. Deməli,
bir dənə bura keçid edirik. Ağqoyunlu Avropa münasibətləri. Uzun Həsən Avropadan silah gətirməyə çalışan, Avropa ilə geniş diplomatik əlaqələr saxlayan ilk Azərbaycan hökmdarı idi. 72-ci ildə Venesiya ilə əlaqə saxlayıb və Venesiya, bu Berşehir döyüşü zamanı, Venesiya onlara Avropa dövlətinə odlu silah gətirməli. Lakin Uzun Həsən öz ordusu ilə Aral dənəz sahillərinə çıxır, amma Venesiya silah gətirmir, aldadır. Əksinə, bax yazmışam, aldadır. Əksinə, Venesiya başlayır Osmanlı ilə danışıqlar. Buna görə də Berşehirdə məğlub olur Avropalılar. Necə? Osmanlı ilə danışıqlar. Osmanlı ilə danışıqlar. Fatih Sultan Mehmet Venesiya qapısına dirənmişdi. Dirənmişdir aslında. 75-ci ildə, uşaqlar, 1475-ci ildə Moskva knyazı 3-cü İvan məktub göndərir. Daha doğrusu elçilərini göndərir Uzun Həsən sarayına, amma deyir ki, Moskva knyazından əvvəl Qızıl Ordu özü Avropa ilə əlaqələr yaratmışdı və cənub sərhədlərin təhlükəsizliyini təmin etmişdi. Osmanlı əleyhinə Uzun Həsənin diplomatik əlaqələr saxladığı dövlətlər Venesiya, Polşa, Macaristan, Neapol, Kipr. Bir də var ki, Uzun Həsən özünün elçi göndərdiyi Avropa dövlətləri. Venesiya, Vatikan, Macaristan, Neapol, Kipr. Burada fərq sadəcə Polşa ilə Vatikandadır, yaxşı. Bir dənə, iki dənə fərq var. Uzun Həsən Aybir də deyir ki, 77-ci ildə Gürcüstana yürüş edib, Şərqi Gürcüstanı özünə tabi etmişdi. Şərqi Gürcüstanı tabi etmişdi. Hə, Tiflis daxil oldu. Bəs burada Uzun Həsəndən Orada Macaristan sən nə yapdın? Sonra gəlir Yaqub Padşah, 78-90-cı illərdə. Yaqub Padşah dövləti bir qədər varlığını qoruyub saxlaya bilir, müəyyən bir idarəçiliyi formalaşdırır. Biz deyirik ki, uşaqlar, Uzun Həsən Ərdəbil hakimliyi var idi, o zaman Ərdəbildə Səfəvi təqibətləri orada, Qızılbaş adlanırdı. Və Uzun Həsən onlarla dostluq münasibətləri qurmuşdu. Amma Yaqub Padşah hakimiyyətə gələrkən Səfəvilərin Ərdəbil hakimliyində möhkəmlənməsindən qorxaraq onlara qarşı mübarizə var. Və 88-ci il Şahdağ döyüşündə bu Yaqub Padşah kömək edir Şirvanşah Fərrux Yasara və onlar birlikdə Ərdəbil hakimi olan Heydəri məğlub edib öldürürlər. Bundan əməlim, Avqonlar arasında qovma əlaqəsi yox idi. Yox, əksini. Amma Avqonlardan səbəblər arasında təbii ki var. Yəni, Şah İsmail Uzun Həsənin nəvəsi. Bu hansı nəsildir ki, Bayandır. Baharlı. Qaraboyunlu Baharlı, Ağboyunlu Bayandır. Nəslidir. O Səfəvilər də o nəsillərin gəlir. Yox, Səfəv öz nəsil. o elə Səfəvi nəsil. O ana tərəfdə, Şah İsmailin ana tərəfdən babası Uzun Həsən. Anasının atası. Baba bilirsən nə? Baba, ananın atası, ananın atası. 1490-92-ci illərdə Şah hakimiyyətdə Baysunqur olmuşdu. Demək istədiyim, Yaqub Padşahın ölümündən sonra 90-cı ildə başlayır hakimiyyət uğrunda dava, mübarizə və bu mübarizədə Baysunqur qalib gəlsə də 2 il hakimiyyətdə qala bilir. Bərdə döyüşündə Rüstəm Mirzə Baysunquru məğlub edir. Yaxşı da Rüstəm Mirzə kimdən kömək istəyir? Məndən. Rüstəm Mirzə kömək istəyir, Ərdəbil hakiminin oğlanları Sultan Əli, sonra Əli İsmail Balaza idi onda və Ərdəbil hakiminin kömək istəyir. Və Yaqubdan fərqli olaraq Rüstəm Mirzə Ərdəbil hakimliyi ilə münasibətləri davam etdirir. Ancaq 94-cü ildə Rüstəm Mirzə görür ki, Ərdəbil hakimliyi yenidən güclənir. Yəni o Sultan Əli, Şah İsmailin qardaşı Sultan Əli yenidən güclənir və ona görə də Şəməs döyüşündə Ərdəbil hakimliyini məğlub edir, Şah İsmailin qardaşı Sultan Əli öldürülür və onlar da gizlənir, sonra Ərdəbilin üstündə gəzir Ərdəbil hakimliyi. Nəhayət, 96-cı ildə Naxçıvan döyüşündə Gödə Əhməd adlı biri, o da Uzun Həsənin nəvəsi, Osmanlıya sığınmış oğlunun nəvəsi. Gödə Əhməd qalib gəlir və taxta çıxır. Uşaqlar, Gödə Əhməd hakimiyyətə gələn kimi vergi yığılmasını və digər şeyləri nizama salır, şəriətdə olmayan 20-yə qədər vergini qadağan edir, lakin sui-qəsd nəticəsində öldürülür. Hakimiyyət Əlivənd Mirzə və Murad Mirzə adlı iki oğlu tərəfindən bölüşdürülür. 1500-cü ildə Qərpər sazişi nəticəsində dövlət iki yerə bölünür. Murad Mirzə idarə edirdi Əcəmi, Fars İranını və Ərəb İraqını. Əlivənd Mirzə isə Qızılüzəm çayının qərb torpaqlarını, Anadolunu, Azərbaycanı idarə edirdi. 1501-ci ildə Əlivənd Mirzənin qolu sübut edir, 1503-cü ildə isə Murad Mirzənin qolu Alboğlar döyüşünü, Şərur döyüşü, Alboğlar döyüşünü sübut edir, beləliklə Alboğluya son qoyulur.
Uzun Həsənin qanunnaməsi var, onda